18-ci əsr alimləri haqqında nə deyə bilərsən? Onu deyə bilərəm ki, hamısı ölüb gediblər. Nə alim? Hardadır, qəbirdədir. 18-ci əsr aliminə ölü alim deyilir. Nə alim? Hardadır? Elə belə danışmasan, keçəndə və tarixdən də 2 almısan. Neyiniyim? Müəllim mənə elə hadisələrdən sual verirdi, mən heç o vaxt anadan olmamışdım. Mənə deyir ki, Yekaterinadanlarım. Hemen Yekaterina görmüşlər. Yaxşı. Napolyonu soktum gözüme. Min 1622 yıldaki Selim Muharebesi'nden diye sanırım. Ben de bilmiyorum orada ne olur be. Kim bakalım? Değil bilirse diye. Diyorum o da orada yok idi. Ben hiç olmamışım oralarda. Ben deyim boynuma koyayım. Yaxşı, abala, ağlama. Dövdüm, koydu boynuma. Dedim ya, o vaxt asisyen işləmişsən. Abala, niye oxumamısan? Niye bilmirsən, hə? Oxumuşam ayın. Üzümə də elə baxırsan ki, hər şey bilirsən. Siz də mənim üzümə elə baxırsınız ki, mən heç də bilmirəm. Hansı çaylar tanıyırsan? Çaylar çoxdur. Azərbaycan çayı, Gürcü çayı, birinci sort, ikinci sort, Evet, üçüncü sort. İndi eski. Əldə 5 minədir. İçilməyən çaylara Lənkəran çayı deyir. İndi o da tapılmır, ay müəllim. Gör, içə bax ki, o da tapılmır. Eşidirsin də müəllimə, bax görür, deyirsin buna qiymət yaz. Mən buna necə qiymət yazdım? Müəllimə yaxşıdır.